Dünyada bir çox istehsallar, xüsusilə də pestisitlər hansısa istehsalın atroplarını dəyərləndirmək məqsədi ilə yaranır. Məsələn, mis emalı zavodu və ya traska boya xam maddələri emalı müəssisəsində 500 ton, 1000 ton hansısa kimyəvi tullantı formalaşır. Bu kimyəvi maddənin müəyyən dozası həşəratı əvvəl-axır öldürür. Öldürürsə, bastılar getdi. 1-2 il əldə tullantı bitənə qədər və o tullantı bitənə qədər istehsal gedir və o tullantı bitənə qədər belə deyim, heç kəsə onun zərərlərindən danışmağa icazə verilmir. Bitince dünyanın bütün alimləri həmin pestisidin insan sağlığı, ekosistemin zərərləri barədə məqalə yazmağa başlayır və pestisid qadağaları qanunvericilikləri yenilənir və həmin pestisidə istehsal qadağası qoyulur. Tullantılar bitməzdən öncə onun zərərləri haqqında çıxışlar edənlər demagog alimlər sayılır. Tullantı bitəndən sonra çıxış edənlər isə həyat qurtarıcı alimlər sayılır. Kokos da bir növ elə bir tullantıdır. Dünyanın yüksək duzlu regionlarından duzlu bir tullantının bütün dünyaya bahalı bir formada daşınmasını qurublar. Və bu çox bacarıq tələb edən bir işdir. Və bu elə bir tullantıdır ki, həm bitmir, həm də dünyanın bütün ölkələrindən kiçik bir regiona tükənməz bir pul axını yaradır. Hansı ki, alternativ get çürüyən onlarla növlifli bitki tullantıları mövcuddur hər ölkədə. Onu öyrənəcək, inkişaf etdirəcək alimlər bu xalqa fayda verə bilər. Seyf-küt mövzusunu 10 il bundan qabaq işləmişik, qurtarmışıq. Yoxlamalarını və müəyyən miqdarda satışını da təşkil etmişik. Bundan öncəki paylaşımda onun haqqında detallı paylaşdım. Fermerlər tərəfindən normal bir şəkildə qəbul olunur. 10 il ərzində çıxın bunun zərərləri haqqında araşdırma aparın, bir istehsal qurun, millətə bir faydanız dəysin. Düşünürəm ki, əgər bunun istehsalını mən davam etdirmiş olsaydım, onda da kokobit satanlar və yaxud da kokobit satanların qurdalaması ilə torpaqşünaslar klip çəkib paylaşacaqlar. Qardaş, mən istəmirəm axı. Yəni, mən onsuz da altyapını işlədim, tədqiqatların da əsas hissəsini bitirdim. Gedin, davam edin də. Heç bir etirazım da yoxdur. Tək ölkədən Şri-Lankaya gedən milyonlarla vəsaitin 5-10, lap yaxşı olar ki, 100%-nin qarşısı alınır. Və yaxud da olsun drenaj layihəsi. Drenaj layihəsi də ciddi bir layihədir və bu dünyada bənzəri yoxdur. Bütün drenaj layihələrində hektara xərc $1000 üstündədir. Xüsusilə də kodlaması asan olan Mərkəzi Aran bölgəsi üçün ən gözəl layihədir. Bugün ölkənin zaten drenaja ehtiyacı olan bölgəsi də düzənlik və hündürlük kodlaması asan olan Mərkəzi Aran bölgəsidir. 1 milyon yatırımla 10 minlərlə hektarı drenajın hazırlamaq mümkündür, yumaq mümkündür torpaqları. İndi qaldı onun mənfi tərəflərinə. Bu iş komanda şəklində işlənməlidir. Hansı ərazidə tətbiq olunur, aidiyyəti torpaqşünaslar, agrokimyaçılar gəlib mənfi tərəflərini araşdırmalıdır. Ehtiyac yoxdursa və ya onun mənfi tərəfləri ortaya çıxırsa, ya onu düzəltməyə yönəliş komanda üzvü kimi məsləhətlər verilməli, ya da işin yararsız olmasını ortaya qoyub əsaslandırmalı və işi dayandırmalıdır. Və yaxud da olsun ki, riyazi aqronomiya mövzusu. Yəni, hər bir tədbir müəyyən bir hesabdan keçməlidir. Sahədə maksimum məhsuldarlıq riyazi olaraq hesablana bilməlidir. Yəni, hər kəs öz ağlına görə yanaşma aparmamalıdır. Tutaq ki, təsərrüfatın aqronomu Zaru və Zaru maşın vurdu, öldü və ya kometa düşdü başına, öldü. Təsərrüfatdakı işlər qaldığı yerdən sabit alqoritmlərlə davam etməlidir. Daha yeni bir aqronom gəlib bütün hər şey yanlışdır deyib, yenidən yeni və məntiqsiz bir üslub ortaya qoyub təsərrüfatı riskə aparmamalıdır. Və yaxud da başqa bir aqronomun yerində Zaru hopqa çıxartmamalıdır. Çünki sahibkar sadəcə yatırım edə bilir. Aqronomik hesabatları izləmək, hesablamaq, görmək qabiliyyətində mütəxəssis deyil. Aqronomik tədbirlər dövlət tərəfindən riyazi protokollarla təsdiqlənməli və gübrələmə proqramı riyazi olaraq sabitlənməlidir. Və bir rayonda, bir qəsəbədə, bir tərkibdə iki qonşu torpağın müxtəlif nəticələri minimum endirilməlidir. Yatırım etmək istəyən sahibkar torpağın potensialı haqqında riyazi analiz əldə edə bilməli və hansı məhsuldarlığı əldə edəcəyi barədə də riyazi analiz əldə etməlidir. Bütün bunları dəfələrlə paylaşımlarımda paylaşmışam və hər hansı bir sual yaranıbsa cavablandırmışam. Yəni, bütün bunları təkrar paylaşmağımda və xatırlatmaqda məqsədim odur ki, biz burada keçi başı tutmuruq ki, biz illərdir zaten yeniliklərlə məşğuluq. Kimsə görmürsə, görə bilmirsə, onun düşüncəsidir. Bu şəkildə özümüz haqqında danışmağa vadar olmuşuq. Yoxsa, yəni gördüyümüz işləri o qədər də böyütməmişik heç vaxt. İstehsal eləmişik,
tədqiqatlarını aparmışıq, təqdim eləmişik, insanlara göstərmişik və salam bitdi. Məqsədimiz də daimi olub ki, fermer yersiz xərc çəkməsin və daha çox məhsul götürsün. Bugün görünməzdən gələnlərin və ya görmək istəməyənlərin göstərəcək bir şey varmı? Göstərsinlər, biz də bilək. Yəni, faktiki olaraq bu 10 ildən artıq da kifayət qədər mövzular, kalsium, bor çalışmaları, hələ agrokimya mövzusuna heç girmirəm. Yəni, konkret olaraq fiziki sizin anlayacağınız mövzular onlarladır. Bunları işləyib qoymuşuq ortaya. Yəni, bu o demək deyil ki, mən bunu davam etdirməm. Davam etdirmək zaten niyyətim olsaydı, davam etdirərdim. Bir sponsor tapardım, davam etdirərdim. Zaten davam etdirəcəm, söz yox. Çünki davam etdirməyəndə elə bilirlər, o layihə alınmadı. Alınmadı deyə bir şey deyil. Sizin də göstərəcəyiniz bir şey varsa, bu 10 ildə, 3 ildə, 5 ildə, 5 gündə, 5 saatdə varsa, göstərən biz də görək. Alınmayan əslində Kokobit layihəsidir. Çünki Kokobiti ölkəyə gətirənlər, onların qabağına bir alternativ qoyulmadığına görə Kokobitin problemləri ilə də fermerlərimiz barışır. Fuzarium xəstəlikləri, təzə Kokobitin içində fuzarium, fitium xəstəliyi, duzluluq problemi, bunlar hamısı layihənin uğursuzluğudur. Sadəcə onu araşdırıb, onun mənfi tərəflərini ortaya qoyan bir mütəxəssisimiz yoxdur. Biz qoyanda da onun vaxtımız yoxdur, gerisinin dalıca düşək. Biz bugün məlumatı bölüşdük, aydınlaşdırdıq, tapdıq, çıxartdıq ortaya və salam paylaşdıq. Kim davam eləmək istəyir, istəsin də, yəni əslində mənim vəzifəm deyil ki, o torpaqşünasların vəzifəsidir. Getsin, davam eləsinlər. Agrokimyaçıların vəzifəsidir, getsinlər, davam eləsinlər. Yəni, torpaq analizi layihəmiz də çox önəmli layihə deyil. Torpaq laboratoriyalar işləyirdi, Bakı, Azərbaycanda laboratoriya işləyirdi 15 il bundan qabaq. Yəni, biz torpağımızı analiz elətdirin deyə torpaq analizi olmadan heç kimin təsərrüfatına, heç bir təsərrüfatda heç bir söz demədiyimizə görə bizlə işləmək istəyən fermerlər məcbur qalıb torpaq analizi axırda indi hal-hazırda elə vəziyyət yaranıb ki, dövlət də torpaq analizi olmadan subsidiya vermir. Bunun özü belə bizim layihəmizdir. Yəni 15 il bundan qabaq heç kimin 2 dənə laboratoriya fəaliyyət göstərirdi. Yəni faktik olaraq bu günləri 26, 27, 30-dan yuxarı laboratoriya fəaliyyət göstərir. Yəni qeydiyyatda olan elə 26-27 laboratoriya var. Yəni bütün bunların hamısı elə bizim layihəmiz sayəsində. Nəysə, belə bu qədər.